Salam əziz şagirdlər. TIM test tablosu 2025-ci il buraxılışından kainat və günəş sistemi, günəş şüalarının düşmə bucağı mövzusunda növbəti suallara baxırıq. Bu mövzular şagirdlər tərəfindən çətin anlaşılır. Ona görə bacardığımız qədər şagirdlərimizə, abituriyentlərimizə dəstək olmağa çalışacağıq. 82 nömrəli tapşırığa baxırıq. 21 mart tarixində B məntəqəsində günəş zenitdə olduğu vaxt, yerli vaxtla 3 saat geridə olan günəşin zenitdə olduğu vaxt 12:00-dur. Bundan 3 saat geri olan deyirsə, saat 9:00 qəbul etməliyik. Günəşin vəziyyətini sxemaya əsasən müəyyən edin. Və biz bilirik ki, Günəş 21 mart günü ekvatorda zenitdə olur. Gecə və gündüzün uzunluğu yer kürəsində bərabər olur. 12 saat gecə, 12 saat gündüz olur. Və belə çıxır ki, Günəş 6:00-da çıxır. Belə deyək, Günəş şərqdə 6:00-da çıxır, qərbdə 18:00-da batır. Günorta isə tam olaraq e, günorta zenitdə olur. Yəni 12:00-da belə bir vəziyyət yaranır. 12:00-da belə olursa, təbii ki, Günəşin bu vəziyyəti saat 9:00 olacaq. 6, 9, 12 bu vəziyyəti isə 15:00 olacaq. Qərb vəziyyətində isə 18:00 olacaq, batacaq. Bizə nə deyir? Saat 9 olanı tapın. 9 olan deyirsə Günəşin bu vəziyyəti bizə lazımdır. Bu da C bəndində verilmişdir. Baxaq 83 nömrəli tapşırığımıza. Yaz gecə gündüz bərabərliyi günü Bakıda günorta olduğu zaman yaz bərabərlik günü dedikdə 21 mart tarixi nəzərdə tutulur və bu tarixdə Şimal və Cənub yarımkürəsində gecə və gündüzün uzunluğu bərabərdir. Eyni zamanda Bakı şəhərində də gecə və gündüzün uzunluğu bərabərdir. Günorta dedikdə saat 12:00 qəbul edilir. Hansı coğrafi uzunluqda gecə yarı dedikdə gecə saat 12:00 qəbul edilir. Səhər dedikdə 6:00, axşam çağı dedikdə 18:00 qəbul edildiyini bilmək lazımdır. Sırf bu tarixdən söhbət gedir. Yəni yaz gecə gündüz bərabərliyi və payız gecə gündüz bərabərliyinə aiddir. Məsələn, 22 iyun tarixində günəşin çıxma və batma vaxtı təbii ki, fərqli olacaq. Bakı şəhərinin coğrafi koordinatlarını bilirsiniz. 50 şərq uzunluğu, 40 şimal enliyidir. Burada enliyə ehtiyac olmur. Burada deyir günortadır. Yəni saat 12:00 oldu. Bu zaman hansı uzunluqda gecə yarıdır? Gecə yarı o deməkdir ki, gecə saat 12:00-dur. 00:00-dur. 00:00 ilə 12 arasında 12 saat fərq var. 1 saatın 15 dərəcə olduğuna görə bunu vururam 15-ə, 180 dərəcə eləyir. Deməli, bu Bakıdan 180 dərəcə fərqə malik olan bir məntəqədir. Bu da Bakının 180 dərəcəlik fərq deyirsə, əks meridianıdır. 50 şərq uzunluğunun əksi 130 qərb uzunluğudur. Bunu saxlayırıq. Sonra deyir ki, harda səhərdir. Yəni harda saat 6-dır. Bilməliyik ki, e, şərq yerli vaxtda irəlidir, qərb isə geridir. Burada hər hansısa bir meridian üzərində saat 6:00-dır. 6 ilə 12 arasında 6 saat fərq var. Və buradan bura 6 saat fərq var. 6-nı vururuq 15-ə, eləyir 90. Yəni bu Bakıdan 90 dərəcə qərbdədir. 50-dən 90 qərbə gedəndə təbii ki, 50 çıxılsın 90 -40. Yəni 40 qərb uzunluğuna çatmış olur. İkinci məntəqəmiz 40 qərb uzunluğu. Burada şərq verib deyə bunu çıxırıq. Bu da çıxırıq. Cavab C variantı qalır. Amma yenə də davam edək. Və deyir ki, hansı məntəqədə axşam çağıdır. Axşam çağıda dedik saat 18:00-dur. Buradan bura yenə 6 saat fərq var. 6-nı vururuq 15-ə. Yəni, niyə 15-ə vururuq? Çünki 1 saatımız 15 dərəcədir. Yəni yer kürəsi 1 saatda öz oxu ətrafında 15 dərəcə dönür. Yenə də 90 eləyir. 50-nin üzərinə 90 gəlirik. Yəni 50 şərq uzunluğundan şərqə doğru 90 dərəcə gedirik. Bu da eləyir 140 şərq uzunluğu. Yəni cavab C variantı olacaq. Buna uyğun olaraq yenə də payız gecə gündüz bərabərliyi deyil, eyni şeydir, fərqi yoxdur. Burada koordinatlar fərqlidir. Deməli, buna baxaraq 83-ün üzərinə baxaraq 84-ü özünüz yaza bilərsiniz. 85. Qrafikdə 21 mart tarixində şimal yarımkürəsində eyni meridian üzərində 5 müxtəlif məntəqədə boyları 1 metr olan uşaqların günorta vaxtı kölgələrin uzunluqları verilmişdi. Günəş şüalarının 45 dərəcə buzaq altına düşdüyü məntəqəni müəyyən edin. Bilməliyik ki, gənclər, deməli 45 dərəcə bucaq altında düşürsə, kölgə cismin yarısına bərabər, özünə bərabər olur. Məsələn, əgər şaquli cismin kölgəsi 1 metrdirsə və günəş bura 45 dərəcə bucaq altında düşürsə, deməli kölgənin də uzunluğu nə qədər olacaq? 1 metr olacaq. İndi bizə nə lazımdır? Bizə 1 metri tapmaq lazımdır. Əgər uşağın boyu 1-dirsə,
Və günəş bura 45 dərəcə ilə düşürsə, kölgəsinin uzunluğu 1 metr olmalıdır. Burada santimetrlə verilib. 1 metrdə 100 santimetr deməkdir. Doğru cavab A, yəni D bəndi. Bu mövzu əslində saat qurşağı ilə bağlıdır. Niyə burada veriblər? Mənə çox maraqlıdır. Sxemdə göstərmiş B məntəqəsində gecə olduqda neçə saat sonra A məntəqəsində gecə olar? B məntəqəsi 120 qərb uzunluğunda yerləşir. A məntəqəsi isə 105 şərq uzunluğunda. Bunlar arasında deyir ki, B məntəqəsində gecə olduqda neçə saat sonra A məntəqəsində olar. Bunlar arasında ki, biz yerli vaxtı tapmalıyıq. Burada 180 dərəcə var. 180-dən 105-ə qədər bura 75 dərəcə. Buradan da bura 60 dərəcədir. Cəmləyəndə 135 dərəcə eləyir. 135-i də bölürük 15-ə. 135 dərəcəni saata çeviririk, yəni bu da eləyir 9, yəni B bəndi. Eyni zamanda 87-ci sualda baxırıq. Deyir B məntəqəsinin uzunluğu yenə 120 qərbdir. A məntəqəsi 135 şərq uzunluğu. Günəş batdıqdan neçə saat sonra A məntəqəsində çıxar? Bunlar arasındakı fərqi yenə tapmalıyıq 180-ə dək. Buradan bura 45 dərəcə, buradan da bura 60 dərəcə. Bunlar arasındakı fərq deməli 105 dərəcədir. 105-i bölərik 15-ə. 105-i 15-ə böləndə edək 7 saat. Doğru cavab B bəndi olacaq. Bakıda yaz gecə gündüz bərabərliyi günü, yəni 21 martda günorta olarsa, günorta dedikdə saat 12:00 qəbul edilir. Verilən məntəqələrin hansında verilən əlamətlərin aid olduğu məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Bakı 50 şərq uzunluğunda yerləşir. Bunu kənara yazaq. 50 şərq uzunluğunda yerləşən Bakıda saat 12:00-dur. Bu məntəqədə isə gecə yarıdır. Gecə yarı saat 00:00 deməkdir. Yəni 12 saat fərq var. 12-ni vururuq 100. 12-ni vururuq 15-ə eləyir 180. Yəni 180 dərəcə fərq var Bakı ilə həmin məntəqə arasında. Deməli, bu Bakısının əks meridianıdır. 130 qərb uzunluğudur. 130 qərb uzunluqda bura verir. Və payız fəsli başlayır. Əgər Bakıda yaz fəsli başlayır, orada payız fəsli başlayırsa, Bakının əks meridianında olacaq. Yəni, daha doğrusu əks meridianında və əks paralelində, 40 cənubi elliyində olacaq. Sxemə əsasən 5 oktyabr tarixində verilən məntəqələrdə günorta vaxtı günəş şüalarının düşmə bucağını çoxdan aza müəyyən edin. Harsasa 5 oktyabr tarixində günəş 23 sentyabrda bilirsiniz ki, ekvatorda olur. 5 oktyabrda isə ekvatordan biraz cənubda olur. Biraz cənubda olur, amma yenə ekvatora daha yaxın olduğuna görə günəş şüalarının düşmə bucağı əsas harda yaxın olur? Təbii ki, ən çox B-yə düşür, ekvatora. B-dən sonra A-ya olur, A-dan sonra D olur, D-dən sonra 60 C olur, sonra yenə C olur. Başqa variantımız yoxdur. Cavab D variantı olacaq. Növbəti sualımıza baxaq. 90. Şimal yarımkürəsində yerləşən A məntəqəsində günəş şüalarının il ərzində maksimum düşmə bucağı 53,5 dərəcədir. Gəlin maksimum düşmə bucağını hesablayaq. Biz belə bir qayda demişdik maksimum düşmə bucağı hesablanması üçün 90 çıxılsın coğrafi enlik. Maksimum deyəndə çıxılsın 23,5. Minimum desəydi toplamadan istifadə edərdik mötərizədən. İndi burada baxırıq ki, bərabər olub nəyə? 53,5-ə. Görək bu hansı paraleldir. Burada 90-dan 53,5-in çıxanda eləyir 36,5. 36,5 bərabərdir. Enlik çıxılsın 23,5. Enlik də buradan bərabərdir. 36,5 ilə 23,5-i toplayırıq. 40, 60. Deməli, 60 şimal enliyidir. 60 şimal enliyi iki variantımız da var. Və deyir ki, bu məntəqədə günəş Bakı şəhərindən 100 dəqiqə tez çıxır. 100 dəqiqəni çeviririk dərəcəyə. 100-ü bölürük 4-ə, eləyir 25 dərəcə. Bakıdan 25 dərəcə şərqdədir. Bakıdan 25
Bakı 50, üzərinə 25 gələndə 75 edəcək. Yəni B bəndi. 91 nömrəli tapşırığa baxaq. Şimal yarımkürəsində günəşin il ərzində günorta vaxtı minimum düşmə bucağı 16,5 dərəcədirsə, 90 çıxılsın, coğrafi enlik bilmirik hansıdır. Minimum deyəndə toplayırıq 23,5 bərabərdir 16,5 dərəcə. 90-dan 16,5 çıxırıq, eləyir 73,5 bərabərdir enlik plus 23,5. Enlik də buradan bərabərdir 50 dərəcə. Yəni 50 şimal enliyindən söhbət gedir. Və deyir ki, Bakı şəhərinə nəzərən günəşin batması 80 dəqiqə gec baş verir. Bakıdan gec baş verirsə, deməli Bakıdan geridir. Bakıdan 80 dəqiqə geridirsə, 80 bölürük 4-ə eləyir 20. Bakıdan 20 dərəcə geridir. 50, 20 çıxanda 30 edəcək. Yəni 30 şərq uzunluğu. 50 şimal enli, 30 şərq uzunluğu. A variantı. Bir də bunu məntiqlə belə tapa bilərsiniz ki, siz bilirsiniz ki, Bakıda günəş şüalarının minimum 40-cı paraleldə, yəni düşmə bucağı 26,5-dir. Burada isə 16,5 olub. Deməli, Bakıdan 10 dərəcə daha şimaldadır. Yəni 50 şərq uzunluğunda yerləşir. Yay gün dönümü günü günorta vaxtı günəş şüalarının eyni buzaq altında düşdüyü coğrafi enliklər arasında ən qısa məsafə 1 bölünsün 9 milyon miqyaslı xəritədə 33,3 sm-dir. Coğrafi enlikləri müəyyən edin. Buradan 5 dənə 0 silirsiniz, qalır 90. 90-ı vurursunuz 33,3-ə. Ki, görək bu məsafə nə qədərdir bu məntəqələr arasında. 90-ı vuranda 33,3-ə edir 2997. Onu bölürsünüz 111-ə təzədən ki, dərəcəyə çevirək. Bu da edir 27 dərəcə. Bu məntəqələr arasında 27 dərəcə fərq var. Deyir ki, həmin coğrafi enlikləri müəyyən edin. İndi hesablayın görək burada hansı paralellər arasında deməli 27 dərəcə fərq var. Amma onu nəzərə almalısınız ki, yay gün dönümü dediyinə görə 23,5-dən biri şimaldadır, digəri isə cənubdadır. Və bunlar arasında 27 dərəcə fərq var. Nə edirsiniz? 27-ni bölürsünüz 2 yerə. 2-yə böləndə 13,5 eləyir. Deməli, şimal tropikdən 13,5 şimala, 13,5 dərəcə cənuba gələcəksiniz. 13,5 dərəcə şimala gedəndə bu eləyər 37. 37 şimal enliyi, 13,5 cənuba gələndə 10 şimal enliyi. Yəni sualın doğru cavabı D bəndi olacaq. 90. Sxemdə verilən A və B məntəqələri il ərzində günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 60 dərəcədir. Bu məntəqələr arasındakı məsafəni böyük miqyaslı qlobus. Böyük miqyaslı qlobusun miqyası 1 bölünsün 30 milyon olduğunu bilirsiniz. Bunu yazdınız. İndi görürsünüz, bura minimum düşmə bucağı deyirsə, yenə də qaydamızdan istifadə edirik. 90 çıxılsın, coğrafi enlik hansıdır bilmirəm. Minimum dediyinə görə toplayıram 23,5 bərabərdir 60 dərəcə. 30 bərabərdir enlik plus 23,5. Enlik də bərabərdir 30-dan 23,5 çıxanda 6,5 eləyir. Deməli, A 6,5 şimal enliyində, B isə 6,5 cənub enliyində. Bunlar arasında 13 dərəcə fərq var. 13-ü vurarsınız 111-ə, bölərsiniz. Miqyasdan 1, 2, 3, 4, 5 dənə 0 silirsiniz, 300-ə. Bu da eləyir 4,81. Yəni B bəndi. Deyir 22 iyun tarixində şimal yarımkürəsində 22 iyunda bilirsiniz ki, Günəş şimal tropik üzərində zenitdədir. Qütb uldusunun görünmə bucağı və Günəş olan düşmə bucağını hansı qrafikdə doğru verir? Deməli, qrafikə bax belə bir şey deyək də. Bilməlisiniz ki, şimal yarımkürəsində ekvatordan şimala doğru qütb ulduzu şimal qütbünə doğru durmadan artır. Bu qütb ulduzunun diaqramıdır. Yəni 0, enlik 90 dərəcəyə qədər dayanmadan qütb uldusunun düşmə bucağı nə edir? Artır. Bunu belə götürəcəksiniz. Bu da enliklərdə, məsələn, 20 dərəcə enlik, 40 dərəcə enlik, 50 enlik, enliklər yazaq bura. Bu isə günəş şüalarının düşmə bucağıdır. 0, 0 yazılıb burada zaten. Bura yazaq, məsələn, 20, 30, 60, 90 belə. Bəs günəş şüalarının düşmə bucağı
necə dəyişir? Təbii ki, bilirsiniz ki, maksimum 22 iyun tarixində, 22 iyun dediyinə görə Günəş şüalarının maksimum düşmə bucağı hardadır? Şimal tropiki üzərindədir. Təxminən burada Günəş şüalarının düşmə bucağı 90-dır. Ekvatorda nə qədərdir? Təxminən 66,5. Yəni təxminən buradadır. Deməli, ekvatordan şimal tropikə qədər Günəş şüalarının düşmə bucağı artır. Tropikdən qütbə doğru isə tədricən azalır. 23,5-ə qədər. Deməli, bax belə bir qrafik axtarmalıyıq. Bu da A variantında verilib. Növbəti suala baxırıq. Qrafikdə il ərzində günorta vaxtı şaqül dirək kölgəsinin uzunluqları verilib. Bu qrafikin sxemdə verilən məntəqələrdən hansına aid edilə bilər? Baxırıq, görürük ki, kölgənin uzunluğu e, 22 iyunda daha çoxdur. 22 iyunda kölgənin uzunluğu ən uzundursa, deməli məntəqədə günəş şüalarının minimum düşmə bucağı 22 iyundadır. Dəqiq deyilən məntəqə cənub yarımkürəsində yerləşir. Və görürəm ki, e, dekabrda da kölgə olub. Amma 23 sentyabrla dekabr arasında bir dəfə günəş zenitdə olub burada. Bir dəfə də olub. İki dəfə zenitdə olub günəş burada. 22 dekabrdan əvvəl və sonra. Zenitdə olduğunu hardan bildim? Kölgənin uzunluğu sıfırdır. Kölgənin uzunluğu sıfır olanda demək ki, günəş 90 dərəcə bucaq altında düşür və kölgə olmur. Deməli, 22 dekabra yaxın ərazidə burada günəş zenitdə olub. Deməli, cənub tropikə yaxın bir məntəqədir. Cənub tropikə yaxın məntəqədə hansıdır? Təbii ki, ikinci məntəqə. Yəni B variantı sualımızın doğru variantıdır. 96 nömrəli tapşırığa baxırıq. Günəş 10 şimal enliyində zenitdə olarkən, şimal qütb işıqlanma qurşağında qütb ulduzunun müşahidə olunmadığı məntəqələr müəyyən edir. Belə olanda nə edirsiniz? 90 çıxılsın, coğrafi günəşin zenitdə olduğu eni 10 bərabərdir 80. Deməli, günəş 80 şimal enliyi və 90 şimal enlikləri arasında, bu enliklər arasında günəş daim görünür. Sutka ərzində üfüqdən itmir. Yəni qütb gündüzləri baş verir. Qütb gündüzləri. Ona görə də 10-la K-da qütb gündüzüdür. Ona görə də 10-la K-nı silirik. Başqa bir yana variantımız qalmır. R, Z, T-ni də çıxırıq. R, Z, T-ni ona görə çıxdıq ki, bunlar qütb işıqlanma qurşağında yerləşmir. Bizə deyir ki, qütb işıqlanma qurşağı daxilində qütb gecə gündüzləri müşahidə edilməsin. Qütb gündüzləri müşahidə edilməsin. Təbii ki, M və F. Çünki 80-dən daha cənubda yerləşir. Y bəndi olacaq. 97 nömrəli tapşırığa baxaq. Qütb ulduzunun 60 dərəcə bucaq altında göründüyü məntəqə ilə 21 martda günəş şüalarının 20 dərəcə bucaq altında düşdüyü enlik, şimal enliyini arasındakı ən qısa məsafəni müəyyən edin. Qütb ulduzu hansı paraleldə 60 dərəcə bucaq altında görsənir? Təbii ki, 60 şimal enliyində elə 60 dərəcə bucaq altında görünür. Və 21 martda günəş şüaları harda 20 dərəcə görünür? 90 çıxılsın 20 bərabərdir 70. 70 şimal enliyində. Şimal yarımkürəsi dediyinə görə 70 şimal enliyi götürürəm. Bunlar arasında cəmi 10 dərəcə fərq var. Onu vururuq 111-ə. 1110 kilometr edir. Onu da bölürük miqyasa, yəni 200-ə. 5 dənə 0 siləndə 200 qalır. Bu da eləyər, səhv etmirəmsə 5,55. Bəli, səbəndi olacaq. Ekvatora xas olan əlamətlər seçin. İldə bir dəfə qütb gündüzü müşahidə edilir. Ekvatorda qütb gündüzü olmaz. Şimal tropik xətti ilə arasındakı ən qısa məsafə 26.608,5 kilometrdir. Ekvator 0, şimal tropik 23,5, aralarındakı fərq 23,5-dir, burası 111-ə. Görəcəksiniz ki, doğrudur. Bəli, bu doğru olur. İl boyu günəş zenitdə olur. Xeyr, ildə 2 dəfə zenitdə olur. 2 dəfə. Meridianlara düz bucaq altında kəsişir. Meridianlarla düz bucaq altında kəsişir ifadəsi doğrudur. Fəsillər aydın müşahidə edilir. Xeyr, ekvatorda il boyu isti və rütubətli, yəni yay fəsli olur. Coğrafi enliklər ekvatordan başlanaraq hesablanır. Doğrudur. Deməli, 2, 4, 6 götürəcəksiniz. 9. Xəritə sxemi əsasən payız gecə gündüz bərabərliyi günü, yəni 23 sentyabrda günəş şüalarının daha böyük bucaq altında düşdüyü məntəqələri seçin. Təbii ki, ekvator boyu 1, 4, 6. Ekvatorda zenitdə olduğuna görə ekvatora yaxın ərazilər götürəcəksiniz. Hansı ölkələrdə il boyu günəş günorta vaxtı üfüqün cənub istiqamətində görünür? Günorta vaxtı
Belə deyək. Yadda saxlamaq lazımdır ki, 23.5 və 23.5. Günəş şimal tropikdən şimalda yerləşən istənilən bir məntəqədə il boyu günorta vaxtı üfüqün cənub tərəfində görünür. Günəş burada olur da zenitdə bunlar arasında. İl boyu cənub tərəfində görünür. Əgər cənub tropikindən cənubda yerləşirsə bu məntəqə il boyu günəş üfüqdə şimal tərəfdə görünür. Kölgə desə əksini götürəcək. Çünki günəşlə kölgə bir-birinin əksidir. Amma ölkəni əgər tropik xətti kəsirsə və yaxud da tropiklər arasında yerləşirsə, o həm şimalda, həm də cənubda görə bilər. İndi günəş üfüqün cənub tərəfdə görürsə, deməli şimal tropikdən şimalda qalan məntəqələrdir. Azərbaycan, İrlandiya, Yaponiya 2, 4, 5 olacaq. Şimal və cənub tropik xəttlərinə aid olmayan cəhətləri seçin. Tropik xəttlər 23.5-dən keçir, düzdür? Bütün il boyu günorta vaxtı günəş zenitdə olur, fikir səhvdir. İldə bir dəfə olur. Günəş ildə bir dəfə zenitdə olur, düzdür? Günəş şüalarının maksimum düşmə bucağı 80-dir, xeyr, 90-dır. Bütün cənub materiklərini kəsib keçir, Antarktidanı keçmir. Günəş zenitdə olduğu ən yüksək enmişdir, bəli, doğrudur. Yəni ondan şimalda ola bilməz və yaxud da ondan cənubda ola bilməz. Aid olmayan deyir, mənfiləri götürürük. 2, 4, 5 olacaq. 102. Yerin maqnit qütblərinə aid olmayan əlamətlər seçin. Coğrafi qütblərlə üst-üstə düşmür. Bəli, maqnit qütbləri şimalda Elsimir adasında, cənubda Adeli torpağındadır və onlar yerlərini dəyişirlər deyə qütblər üst-üstə düşməz. Yerin xəyali oxunun yer səthi ilə kəsişdiyi nöqtələr. Bunlar coğrafi qütblərdir. Coğrafi koordinatlar dəyişkəndir. Düzdür. Bütün meridianlar maqnit qütblərində birləşir. Xeyr, coğrafi qütblərdə birləşir. Kompasın əqrəbləri göstərir, doğrudur. Deməli, yanlışları soruşur bizdən. İkinci və dördüncünü götürəcəksiniz. Yay gün dönümü günü üçün səciyyəvidir. Yəni 22 iyun. Günəş harda zenitdədir? Şimal tropikdə. Cənub tropikdə günorta vaxtı günəş şüalarının düşmə bucağı 43 dərəcədir. Tamamilə doğrudur. Belə hesablaya bilərsiniz. 90 çıxılsın. Coğrafi enliyim cənub tropiki 23.5. Günəş şimal tropikində zenitdədir. 23.5 bərabərdir. Təbii ki 43 dərəcə olacaq. Bu doğru bənddir. Cənub coğrafi qütbündə gecənin gündüzə bərabər olması xeyr. Cənub coğrafi qütbündə gecə 24 saatdır. Şimal coğrafi qütbündə qütb gecəsinin olması xeyr, qütb gündüzü olur. 66.5 cənub elliyində qütb gecəsidir, düzdür. Şimal qütb dairəsində qütb gündüzüdür, düzdür. Cənub yarımkəsində yaydır, xeyr, şimal yarımkəsində yaydır. Doğrunu soruşur deyə birinci, dördüncü və ya beşincini götürəcəksiniz. Yay gün dönümü üçün səciyyəvidir. Yenə də 22 iyun tarixindən söhbət gedir. Şimal yarımkəsində yay fəsli başlayıb. Şimal qütbünə gecənin gündüzə bərabər olması xeyr, bu səhvdir. Bərabərlik ancaq 20 sentyabr və 21 mart tarixində olur. Cənub yarımkəsində qış fəsli başlayıb, düzdür. Günəş ekvator üzərində zenitdədir, xeyr, şimal tropik üzərində zenitdədir. Şimal qütb dairəsi, qütb gecəsi olması, şimal qütb dairəsində qütb gündüzü olur. Ekvatora günəş şüalarının düşmə bucağı 66.5-dir. Bəli, ekvatora günəş şüalarının minimum düşmə bucağı 22 iyun və 22 dekabrda olur. O da 66.5 dərəcə. Birinci, üçüncü və altıncı olacaq. Bunu əzbərləmək yaxşı olar, amma əzbər bilməsəz hesablaya bilərsiniz ki, 90 çıxılsın 23.5, yəni günəş tropikdə zenitdədir. Ekvatora günəş şüalarının düşmə bucağını soruşur. Bu da 66.5 dərəcə olur. Gecə və gündüzün adi növbələşdiyi ölkələri müəyyən edin. Adi növbələşmə harda olur? Təbii ki, tropik və mülayim işıqlanma qurşağında. Məsələn, İsveçrədə adi növbələşir. Kanadada pozulur. ABŞ-da bəzi yerlərdə pozulur. Kanadada bəzi yerlərdə pozulur. Rusiyada da bəzi yerlərdə pozulur. Finlandiyada da bəzi yerlərdə pozulur. Amma İsveçrədə, Yeni Zelandiyada, Monqolistanda və Argentinada pozulmur. Çünki onlar qütb işıqlanma qurşağında yerləşmir. Qütb gecə və gündüzlərinin müşahidə olunduğu ölkələri seçin. Yəni qütb dairəsi kəsən ölkələr soruşur bizdən. İsveç kəsir, ABŞ kəsir, Alyaska tərəfdə. Sonra Norveç kəsir, Finlandiyanı kəsir. 1, 5, 6, 7-ni götürəcəksiniz. Sxemdə verilən vəziyyətə əsasən doğru fikirləri müəyyən edin. Sxemə verilən vəziyyətə birinci müəyyən etmək üçün qütbləri baxırıq. Görək ki, cənub qütbündə işıqlı, şimal qütbü isə gecədir. Yəni burada qütb gecəsidir, burada qütb gündüzüdür. Əgər şimal yarımkürəsində qütb gecələri müşahidə edilirsə, deməli qış fəslidir. Yəni 22 dekabrdır və görürük ki, cənub yarımkürəsi günəşə daha çox meyllidir. Cənub qütb
qütb işıqlanma qurşağında qütb gündüzüdür. Deməli, həqiqətən də 22 dekabr, yəni cənubda yaydır. Qış gün dönümü günüdür və bu tarixdən sonra cənub qütb dairəsində gündüzün uzunluğu qısalır. Bəli, qış gün dönümü günüdür, 22 dekabr qış gün dönümüdür. Bu tarixdə cənub qütb dairəsi üzərində günəş şüalarının, daha doğrusu gündüzün uzunluğu maksimumdur. Bu tarixdən sonra isə yavaş-yavaş qısalmağa başlayır. Danimarkada gecənin uzunluğu Portuqaliyadakından daha qısadır. Təbii ki, Danimarkada daha uzundur, çünki şimal qütbünə doğru 22 iyunda get-gedə gecənin uzunluğu nə edir? Artır. Danimarkada gecənin uzunluğu daha çox olmalıdır. Şimal qütb dairəsi qütb gündüzüdür. Qütb gecəsidir burada görürük. Yaz gecə gündüz bərabərlik gündüz səhv. Cənub qütb dairəsində qütb gündüzdür, düzdür. Şimal tropikində günəş olan düşmə uzaq 43 dərəcədir. Bəli, günəş cənub tropik üzərində zenitdədir. 90 çıxılsın. Bizdə coğrafi enlik, yəni şimal tropik 23,5 plus 23,5 bərabərdir 43 dərəcə. Bu da doğrudur. Deməli, 1-i, 5-i və 6-nı götürəcəksiniz. 108. Yerin vəziyyətinə əsasən uyğun olmayan əlaməti seçin. Uyğun olmayan, yenə də görürəm ki, cənub daha işıqlı, şimal isə qaranlıqdır. Deməli, 22 dekabr tarixidir. 22 dekabr qış gün dönümü günüdür. Bu doğru fikirdir. Günəş ekvator üzərində zenitdədir. Yanlışdır. Cənub tropik üzərində zenitdədir günəş. Şimal qütb dairəsində qütb gündüzdür. Xeyr, gecədir. Yaz gecə gündüz bərabərliyi günüdür. Xeyr, qış gün dönümüdür. Cənub qütb dairəsində qütb gündüzüdür. Bəli. Şimal tropikinə günəş yalan düşmə uzaq 43 dərəcədir. Doğrudur. Bunu bayaq hesabladıq. Deməli, bizdən doğru olmayanlar soruşur. 2, 3, 4 götürəcəksiniz. Qədim təsəvvürlərdə yerin küre formasında olmasını sübut edən əlamətləri müəyyən edin. Dağlara yaxınlaşdıqca əvvəldə onların zirvəsinin görünməsi. Bu doğrudur. Birinci zirvə görünür, sonra ətək. İlin bütün fəsillərində hündür dağların zirvələrində qar olması bu əlaqəsi yoxdur. Ayın səthinə düşən yerin kölgəsi, bəli, Aristotel belə sübut edirdi ay tutulması zamanı ki, yerin kölgəsi ayın üzərinə küre formasında düşürdü. Okeanların cəryanı şimalda yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyl etməsi. Bu yerin kürəliyi ilə əlaqəsi yoxdur. Yer səthindən yuxarı qalxdıqca üfüqdən genişlənməsi, bəli, hündürə qalxdıqca üfüqün daha da genişlənməsi adidir. Qütblərdən basıqlığı onlar müəyyən edə bilmirdilər. Birinci, üçüncü və beşinci doğru variantdır. Ekvatora xas olmayan əlaməti seçin. Ən böyük paraleldir, düzdür. İl boyu üzərində günəş zenitdə olur, səhvdir. İldə 2 dəfə olur. İldə bir dəfə qütb gündüzü müşahidə edilir. Burada ümumiyyətlə gündüz olmaz. Meridianla düz bucaq altında kəsişir, düzdür. Coğrafi enliklər ekvatordan başlayaraq hesablanır, düzdür. Bu təkrar sualdır. Şimal tropik xətti ilə arasındakı məsafə 2800 kilometrdir. Bunu da bayaq hesabladıq ki, səhvdir. Deməli, ikinci, üçüncü və altıncı səhv olacaq. 111-112 eyni sualdır. Gəlin birini həll edək, biri qalsın sizə. Baxırıq. Uzunluğun düzgün verildiyi sıranı müəyyən edin. Enlik verilib və ildə günəş şüalarının günorta vaxtı maksimum düşmə bucağı və günəş şüalarının minimum düşmə bucağı. Biz qayda ilə hesablaya bilərik əslində, amma bəzilərini biz əzbər bilmişik ki, ekvatorda günəş şüalarının maksimum düşmə bucağı 90 dərəcə, minimum düşmə bucağı isə 66,5 dərəcə. Deməli, bu səhv verilib. Qütblərdə günəş şüalarının maksimum düşmə bucağı 23,5 olduğunu əzbərləmişik. Bu səhv verilib. Digərlərini yerinə qoyub hesablayırıq. Necə hesablayırdıq? 90 çıxılsın coğrafi enlik plus minus 23,5 bərabərdir. Deməli, maksimum və minimum düşmə bucağına. İndi bir dəfə toplayıb, bir dəfə çıxıb, maksimum və minimum düşmə bucaqlarını tapırdıq. İndi birinci 50-ni qoyaq. 90 çıxılsın 50 plus minus 23,5. Hesablayanda bir dəfə 63,5, bir dəfə isə 16,5 alınır. Düzdür. Yerinə qoyub hesablaya bilərsiniz. Sonra yerinə qoyuruq digərini. 30-u qoyuruq. 90 çıxılsın 30 plus minus 23,5. Hesablayanda bir dəfə 83,5, bir dəfə isə 36,5 alınır. Bu da doğrudur. Deməli, bir də doğru, üç də doğru. Sonra 10-da. Burada isə hesablamağa ehtiyac yoxdur. Bilmək lazımdır ki, günəş 23,5-lər arasında maksimum 90 dərəcə ilə düşür. Ona görə bu hissə düzdür. Minimum düşmə bucağını hesablayarkən isə
Düsturdan istifadə edərik. 90 çıxılsın coğrafi enliyimiz 10. Minimum dediyinə görə 20 toplayırıq 23,5 ilə. Bərabərdir 56,5. Bəli, bu da doğrudur. Deməli, doğru olanlar soruşur. 1, 3, 4. Eyni qayda ilə 112-ci sualı həll edərsiniz. Moskva şəhərini Bakı şəhərindən fərqləndirən cəhət. Moskva şəhərini Bakı şəhərindən fərqləndirən cəhətdir. Yayda gündüzlərin uzunluğu Bakıya nisbətən daha çoxdur. Şimal qütbünə daha yaxın olduğuna görə yayda Bakıya nisbətən gündüz uzun olur, qışda isə Bakıya nisbətən gecə uzun olur. Yerli vaxtlar Bakıdan daha irəlidədir. Xeyr, qərbdə yerləşdiyinə görə geridir. Yerləşdiyi paralel çevrəsinin uzunluğu Bakıdan daha qısadır. Yayda gündüzlər Bakıya nisbətən qısadır. Əksinə uzundur. Qışda gecələr Bakıya nisbətən uzundur. Deməli, birinci, üçüncü və altıncı olacaq. 114-ə baxaq. Cənub yarımkürəsində günəş şüalarının maksimum düşmə bucağı 47 dərəcə olduğu coğrafi enliyə aid olan xüsusiyyətlər seçin. 90 çıxılsın, coğrafi enlik hansıdır bilmirik. Maksimum dediyinə görə çıxırıq 23,5 bərabərdir. Maksimum düşmə bucağı 47 dərəcə. Enlik də bərabərdir 66,5 dərəcə cənub enliyi, yəni cənub qütb dairəsi. Yaz gecə gündüz bərabərliyi günü, günorta vaxtı günəş şüalarının düşmə bucağı 23,5 dərəcədə. Bu doğrudur. 90 çıxılsın 66,5 bərabərdir 23,5. Cənub yarımkürəsində bütün materiklərin arasından keçir fikri səhvdir. Məsələn, Afrikadan, Avstraliyadan, Cənubi Amerikadan keçmir. Yalnız Antarktidadan keçir. Keçdiyi ərazilərdə quru sahəsi çoxdur, xeyr, su sahəsi daha çoxdur. Deməli, buradan hələ ki, biri götürülür. Qütb gecə gündüzləri müşahidə olunan ən uzun paraleldir. Düzdür. 1, 4. Kölgənin istiqaməti il boyu şimala yönəlir fikri səhvdir. Cənuba yönəlməlidir. Gecə və gündüzün adına bölüşməsi pozulduğu ərazilərin şimal sərhəddidir. Düzdür. 1, 4, 6. Qış gün dönümü gününü yay gün dönümündən fərqləndirən xüsusiyyət. Qış gün dönümü 22 dekabrdır, yay gün dönümü isə 22 iyundur. Yəni deyir 22 dekabrı 22 iyundan fərqləndirən cəhət. Günəş şüalarının günorta vaxtı 60 dərəcə buzaq altında düşdüyü məntəqələr yalnız cənub yarımkürəsindədir fikri təbii ki, səhvdir. Hər iki tarixdə 60 dərəcə həm şimala, həm də cənuba düşə bilər. Çünki ekvatorda məsələn 66,5 minimum düşmə. Günəş məsələn zənn eləyək ki, şimal tropikdə zenitdədir, düzdürmü? Bura 90 ilə düşür. Ekvatora nə qədər düşür? 66,5. Deməli, ekvatora 66,5 ilə düşürsə, ekvatordan 6,5 dərəcə cənubda. Yəni 6,5 cənub enliyində 60 dərəcə ilə düşür. 6,5 cənub enliyində 60 dərəcə ilə düşür. Və yaxud da eyni şey şimala da aiddir. Günəş əgər cənub tropikində zenitdədirsə, 6,5 şimal enliyində Günəş 60 dərəcə buzaq altında düşür. Yəni bu həm şimal, həm də cənub ola bilər. Səhvdir. Ən uzun paralellə günəş şüalarının günorta vaxtı 66,5 dərəcə buzaq altında düşür. Hər iki tarixə aiddir bu da. Həm günəş şimal tropikdə, həm də cənub tropikdə olanda ən uzun paralellə ekvatora günəş şüalarının düşmə bucağı 66,5 dərəcədir. Şimal qütb dairəsində qütb gecəsidir. Bəli, 22 dekabrda şimal qütb dairəsində qütb gecəsidir. Tayland, Laos, Filippində günorta vaxtı cisimlərin kölgəsi şimala yönəlir. Bəli, bu 22 dekabra aiddir. Yalnız 22 iyunda isə həm şimala, həm də cənuba yönələ bilər Tayland, Laosda. Filippində isə ancaq cənuba yönələr. Yəni bu fərqli xüsusiyyətdir. Bu tarixdən başlayaraq cənub yarımkürəsində gündüzlər uzanmağa başlayır. 22 dekabrda səhv fikirdir. Çünki 22 dekabrda cənub yarımkürəsində gündüzün uzunluğu maksimumdur. Maksimumdan sonra arta bilməz, uzana bilməz, azalmalıdır tədricən. Osloda gecənin uzunluğu Madriddən çoxdur. Bəli, qış tarixində, yəni 22 dekabrda şimal qütbünə getdikcə gecənin uzunluğu artır. 22 gündə isə gündüzün uzunluğu artır. Ona görə bu fərqli xüsusiyyətdir. 3, 5, 6 götürəcəksiniz. 6 nömrəli, 116 nömrəli tapşırığa baxırıq. APV məntəqələri eyni meridian üzərində, eyni yarımkürələrdə yerləşir. Eyni meridian və eyni yarımkürələrdə yerləşir. Və aralarında 20 dərəcə fərq var. 20 dərəcə fərq var. Və gecə və gündüzün adının bölünməsi pozulmur. Pozulmursa deməli, qütb dairəsindən daha cənubda və yaxud da şimalda yerləşir. Fərqi yox. Yəni mülayim işıqlanma qurşağında yerləşir, belə deyək. Tropik də ola bilər əslində. Günəş şüalarının maksimum düşmə bucağı 63,5 dərəcədir. A məntəqəsində günəş şüalarının
Maksimum düşmə bucağı 63,5 dərəcədir. Hesablayırıq 90 çıxılsın coğrafi enlik. Bilmirik hansı enlikdir. Maksimum dediyinə görə çıxılsın 23,5 bərabərdir 63,5 dərəcə. 90-dan 63,5 çıxanda qalır 26,5 dərəcə. Bərabərdir enlik çıxılsın 23,5 dərəcə. Enlik də bərabər olur. A məntəqəsi deməli 50 dərəcə. Deməli A məntəqəsi 50-də yerləşir. B məntəqəsində yerləşməlidir. Neçədə? 30-da. Təbii ki. Verilənlərə aid olan ümumi əlaməti müəyyən edin. Mülayim şəlamaq qurşağında yerləşir. Bəli, hər iki məntəqə mülayimdə yerləşir. Fəsillər zəif müşahidə olunur. Burada deyir, axı fəsillər aydın müşahidə edilir. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı eynidir. Xeyr, eyni ola bilməz. İl ərzində günorta vaxtı bu məntəqələrdə cənubda zenitdə olur. İl ərzində günəş bu məntəqələrdən cənubda zenitdə olur. Yerin uzaqdan fırlanma sürəti bərabərdir. Bərabər ola bilməz. Yayda gündüz, qışda isə gecə uzun olur. Bu şimal yarımkürəsində olmalıdır ki, il ərzində günəş bu məntəqələrdən cənubda zenitdə olsun. Gəlin görək şimal yarımkürəsində olduğunu müəyyən edə bilirikmi? AB məntəqələr eyni meridian üzərində, lakin eyni yarımkürələrdə yerləşir. Aralarında 20 dərəcə fərq var. Gecə və gündüzün adının öbləşməsi pozulmur. A məntəqəsinin il ərzində günəş şüalarının düşmə bucağı 63,5 dərəcədir. Verilənlər məntəqələr üçün ümumi olan xüsusiyyəti seç. Bunlar şimal yarımkürəsində götürüblər deyə. İl ərzində günəş məntəqələri cənuba nisbətən cənubda zenitdə olur ifadəsi düzdür. Yayda gündüzlər, qışda isə gecələr uzun olur. Bu ifadə doğrudur. Deməli, burada cavab 1, 4, 6 götürüləcək. Yəqin ki. Amma burada məntəqənin şimal yarımkürəsində olması biraz dəqiq deyil. Çünki il ərzində günəş bu məntəqələrdən cənubda zenitdə olur. Əgər bu məntəqələr cənub yarımkürəsindədirsə, o zaman günəş bunlardan şimalda zenitdə ola bilər. Amma bu halda sualımızın doğru cavabı birinci, dördüncü və altıncı olacaq. Doğru fikirləri müəyyən edin. Bakı şəhərində qütb ulduzunun görünmə bucağı günorta vaxtı günəş şüalarının düşmə bucağına bərabər olduğu zaman günəş onun cənub-cənub enliyində şaquli cisimlərin kölgəsinin günorta vaxtı sıfıra bərabər olur ifadəsi doğrudur. Çünki Bakı şəhərində gün 40 şimal enliyində yerləşir. Qütb ulduzunun görünmə bucağı da 40 dərəcədir. Əgər günorta bura günəşin düşmə bucağı 40 dərəcə olarsa, təbii ki, günəş 10 dərəcə cənub enliyində zenitdə olur. Kalimantan və Sumatra adalarında günəş il boyu zenitdə olur. İl boyu yox, ildə 2 dəfə zenitdə olur. Atlas və Himalay dağlarının şimal yamacı yay gün dönümündə daha çox istilik alır. Xeyr, yanlışdır. Cənubi yamaclar daha çox istilik alır, çünki bunlar mülayim qurşaqdadır. Bütün coğrafi uzunluqlarda yerləşən materiklərdə gecə və gündüzün adının öbrəşməsi müşahidə edildiyi ərazilər var. Bütün coğrafi uzunluqlarda yerləşən materik, təbii ki, bu Antarktida materikidir və burada gecə və gündüzün adının öbrəşməsi müşahidə edildiyi ərazilər var ifadəsi doğrudur. Qış gündönümü tarixində şimal yarımkürəsində gecə və gündüzün uzunluğu arasında fərq daha çoxdur. Qış gündönümü tarixində şimal yarımkürəsində gecə və gündüzün uzunluğu arasındakı fərqi çox olur. Bəli, şimal yarımkürəsində söhbət təbii ki, burada qütbə yaxınlaşdıqca çox olur. Ee, Şimal və Cənubi Amerika materiklərinin eyni sayda işıqlanma qurşağında yerləşir. Xeyr, Şimali Amerika 3 işıqlanma, Cənubi Amerika isə 2 işıqlanma qurşağında yerləşir. Ona görə sualımızın doğru cavabı birinci, dördüncü və beşinci olacaq. 75 şimal enliyində qütb gecəsi başlayan zaman 40 cənub enliyində yerləşən məntəqə üçün doğru fikirləri seçin. Bu zaman 90-dan çıxırıq 75-i bərabərdir. 90-dan 75 çıxanda bərabər olur 15-ə. Bu deməkdir ki, günəş əgər şimal yarımkürəsində qütb gecəsidirsə, günəş 15 cənub enliyində zenitdədir, yəni cənub yarımkürəsində. Bu zaman 40 cənub enliyində yerləşən məntəqə üçün doğru fikir seçin. Qütb gündüzü müşahidə edilir. Qütb gecəsi və yaxud da gündüzü mülayim işıqlanma qurşağında müşahidə edilə bilməz. Ancaq qütb işıqlanma qurşağında yerləşər. Müşahidə edilər. Günəş şüalarının düşmə bucağı günorta vaxtı 66,5 dərəcədir. 65 dərəcədir deyil. Bunu yoxlamaq olar.
90 çıxılsın coğrafi enliyi 40 cənub enliyi. Günəş isə 15 cənub enliyində zenitdədir. Bərabərdir. 90 çıxılsın 90 40-dan 15 çıxanda eləyir 35. 90-dan da 35 çıxanda təbii ki 55 dərəcə edər. Bu səhvdir. Gecənin uzunluğu gündüzün uzunluğundan qısadır. Bəli, gecə daha qısadır, gündüz uzundur. Sonra günorta vaxtı şaquli cisimlərin kölgəsinin uzunluqları cismin öz uzunluğundan qısa olur. Günəş şüalanın düşmə bucağı burada 55 dərəcə olduğuna görə bəli, kölgə daha qısadır. 45-də özünə bərabər olur. 45-dən artdıqca kölgəsi qısalır. Qış fəsli müşahidə edilir. Xeyr, yay fəslidir. Daha doğrusu yaya doğru gedir. Fəsil dəyişkənliyi aydın seçilmir. Qış fəsli müşahidə olunur. Bu ifadəsi səhvdir dedik. Fəsil dəyişkənliyi aydın seçilmir. Ümumiyyətlə 40 cənab elində fəsil dəyişkənliyi aydın seçilməlidir. Hə, bura günəş olan düşmə bucağı günorta vaxtı 65 dərəcədir. 90 çıxılsın. 40-dan 15 çıxanda 35, 90-dan da 35 çıxanda 55 dərəcə eləyir də. Burada 65 dərəcə verir. Hə, 40-dan 15 çıxanda 25 dərəcə ilə üzrlü sayım. Burada texniki səhvə yol vermişəm. 90-dan 25 çıxanda 90 çıxılsın 25 bu eləyər 65 dərəcə. Deməli ikinci düzdür. 2, 3, 4 olacaq. Sonra 119-a baxaq. Xəritə sxemdə əsasən fəsillərin aydın müşahidə edildiyi ərazilər seçin. Fəsillər aydın müşahidə edilir mülayim işıqlanma qurşağında. 1, 4, 5 olacaq. 120-ci suala baxaq. Sxemdə A və B məntəqələri arasındakı ən qısa məsafə 80 dərəcədir. Buradan da görürük, biri 40 şimal, biri 40 cənub enliyində yerləşir. Xüsusiyyətləri müəyyən etməyimizi istəyir. Payız gecə gündüz bərabərliyi zamanı günorta vaxtı günəş şüalanın düşmə bucağı 10 dərəcədir. Təbii ki, səhvdir. 90 çıxılsın 40 bərabərdir. 50 dərəcə olacaq. Şimal qütbünə qədər olan məsafə 5550 km məsafədə yerləşir. Qütbündən B məntəqəsinin yerləşdiyi enliyə aid olan xüsusiyyəti seçin. Hə, B-dən söhbət gedir. Təbii ki, bu doğrudur. Yay gün dönümündə günorta vaxtı günəş şüalanın düşmə bucağı 56,5-dir. 40-cı şimal ilində bilirsiniz ki, 73,5-dir. Qış gün dönümündə isə 26,5-dir. Düzdür. Qütb uzun görünmə bucağı 40 dərəcə olar, 50 dərəcə olmaz. Mülayim işıqlanma qurşağında yerləşir. Düzdür. Deməli, burada 2, 3 və 6 olacaq. 122-yə baxaq. A və B məntəqələrinə aid olan xüsusiyyətlər seçin. Yaz gecə gündüz bərabərliyi gün günəşin düşmə bucağı eynidir. Deməli, biri 20 şimal, birisi 20 cənub enində yerləşirsə düzdür. Günəş tən ortada ekvatorda zenitdə olanda eyni bucaq altında düşür bunlara. Qış gün dönümü günü bərabər miqdarda istilik alır fikri səhvdir. Ekvatordan bərabər məsafədə yerləşir düzdür. Yerli vaxt fərqi 1 saatdır. Bəli, 30 dərəcə, 15 dərəcə. 15 dərəcə fərq var deyə 15 dərəcənin də 1 saat deməkdir. Bu da doğrudur. Cənub qütbündən eyni məsafədə yerləşirlər fikri səhvdir. Yerli vaxt fərqi 45 dəqiqədir. Bu da səhvdir. Deməli, cavabımız birinci, üçüncü və dördüncü olacaq. Bugünkü izahımız da bura qədər. Mən düşünürəm ki, bura qədər işləsəz kifayət olar. Təbii ki, kifayət olar o deməkdir ki, bura qədər işləsəz digər sualları da işləməyə buradakı biliklərimiz kömək edəcək.